Salam, əziz və dəyərli izləyicilərim. Ən çox verdiyiniz sual, Məryəm xanım, buğda cücərməsini necə cücərdək? Tək buğda yox, mərci cücərməsi min bir dərdin dərmanıdır. Demək, bütün dünyada, Azərbaycandan başqa hər bir ölkədə buğda, mərci cücərmələri cücərmiş halda satılır, içində Rusiya olmaq şərti ilə. Amma bu başdan deyim ki, video ola bilsin uzun çəkdi, çünki çox suallar gəlir. Çalışacağım ki, bütün suallara cavab verim. Kimi açmırsa mənim videom, kimə xoş deyilsə, siz məcbur deyilsiniz mənim əzizlərim mənim videolarıma baxmağa. Blok deyilən bir şey var. Blok eləyin, getsin. Mənim üçün çox dəyərli olan, özüm xarakterdə, əziyyətimə dəyər verən, səviyyəli, çox dəyərli izləyicilərim üçün danışıram ki, həqiqətən də əziyyətimə dəyər verib, çox gözəl şərhlər yazırlar, dualar eləyirlər, sevgilərini göstərirlər. Var olasınız, hamısı qarşılıqlıdır mənim əzizlərim. Demək, mən dediyim kimi bütün dünyada satılır. Baxın, bu cücərmiş halıdır, artıq hazırdır. Mən göstərirəm sizə. Baxın, bu yaşıl maşdır. Yəni ki, lobyanın yaşılı, amma balaca olur. Baxın, cücərməmiş belədir. Göstərəcəm indi sizə, tam ətraflı danışacağım. Baxın, bax belə bir balaca bir lobyalardır, cücərməmişdən qabaq sudadır. Bugün deyəcəm sizə. Bu isə yaşıl mərcidir. Düzdür, adı yaşıl gedir, amma yaşıldan xəbəri yoxdur. Bu isə, baxın, yaşıl mərcidir, sudadır. Yenə də deyirəm, geniş izah eləyəcəm. Baxın, belə, yəni qırmızı mərci deyil, yaşıl mərcidir. Bu isə buğda cücərmişidir. Görürsünüzmü? Hamısını yaxından sizə göstərirəm, mənim evimdən əksik deyil. Buğda, adi bildiyimiz buğda cücərmişidir. Yəni, min bir dərdin dərmanıdır. Belə deyim ki, bu dənlilər cücərməmişdən əvvəl bu dənlilər cansız sayılır. Cücərdikdən sonra isə canlı sayılır bunlar. Живой deyirlər ruslarda. Və eyni zamanda biz də bunu yeməmişdən qabaq bunları cansız sayılırıq, amma yedikdən sonra canlı sayılırıq. Canımıza can gəlir. Belə deyim, qısa deyim ki, çox da uzun olanda video baxmaq çətin olur, həm də yükləmək çətin olur. Düzdür, siz çox suallar verirsiniz, məcburam çəkəm. Belə deyim sizə, məsələn, almanın tərkibində hansısa vitaminlər, armudda var, amma nələrsə yoxdur. Narda hansı vitaminlərsə var, hansılarsa yoxdur. Amma bunların tərkibində cücərdikdən sonra bütün növ bildiyiniz vitaminlər, hətta B vitamini, hansı ki, hər deyən şeylərdə olmur. B vitamini ilə, hər cürə B vitamini ilə, B12, B1, B, nə bilim, bütün da bildiyiniz bütün vitaminlər var bunların tərkibində. Cücərdikdən sonra antioksidantlarla zəngindir. Hansı ki, antioksidantlar, yəni xərçə xəstəliyinin qarşısını almaq üçün ən əsas olan vitaminlər, minerallar, antioksidantlar, bunlar cücərdikdən sonra bunların tərkibində var. Ucuz bir şeylərdir. Dediyim kimi, xarici ölkələrdə və Rusiyada zeloni mix gedir, aşan deyilən marketlərə girib göy-göyərti satılan yerdə görsəniz var. Amma belə deyim ki, səhər-səhər getsəniz tapacaqsınız. Sonra ruslar alırlar. Yəni, bu qalmır marketlərdə. Böyük marketlərdə var. Mənim əzizlərim, mənim evimdən də əksik olmur. Bütün qohumlarıma, əqrabalarıma, bütün doğmalarıma örgətmişəm. İnanın ki, başa tük çıxardır, birinin yerinə yüzünü çıxardır, qocalmanın qarşısını alır, qırışları açır, bütün növ kistaları, fibromaları əridir. Yəni, bunları mən öz fantaziyalarım deyil, əzizlərim, bütün dünyanın professorlarının, elə bir professor yoxdur ki, mən onun kitablarını oxumayım. Bütün bilim insanlarının, professorların, alimlərin kitablarında yazılıbdır ki, nə qədər xeyirdir yesəniz. Nişinin də kitabında var, Ərşad Əzimzadənin kitabında var. Yəni, cücərdin, yeyin, indi sizə cücərtmə qaydasını deyəcəm. Yəni, mənim sizə məsləhətim evdən üzməyin. 10 yaşından aşağı uşaqlara olmaz, hamilələrə də olar, bütün növ. Bax, suallar yazmayın ki, Məryəm xanım, mənim filən yerim ağrıyır, zobum var olarmı, ürəyim xəstədir olarmı? Baxın, 10 yaşından aşağı uşaqlara olmaz, alergiyası olanlara olmaz, qalan hamilələrə, yeni ana olanlara, bütün bəylərə, xanımlara, hamısına olar. Və şəkəri olanlara deyərsiniz, sual verirsiniz ki, şəkəri olanlara olarmı? Bəli, ona görə ki, yəni mən demirəm, bunu professorlar deyir. Çünki cücərdikdən sonra tərkiblərindəki gluten 1%-a düşür. Şəkər xəstələri bir çay qaşığından yoxlaya bilərsiniz. Sonra artıra bilərsiniz. İstər ac qarına, istər tox qarına, bütün suallar deyirəm ki, sonra suallar yazırsınız, mən
çatdıra bilmirəm. Mən təkəm, siz çox maşallah. Deməli, ac qarnına da yeyə bilərsiniz, tox qarnına da yeyə bilərsiniz. Gündə hərəsindən bir xörək qaşığı cücərdikdən sonra yeyə bilərsiniz. İstəyirsiniz yeməklərə qatın yeyin, deyirsiniz ki, ağır xəstələr, yəni bunu ən çox ağır xəstələrə, təzə əməliyyatdan çıxmış, immuniteti düşmüş, qanı düşmüş xəstələrə verirlər ki, tez cana gəlib, tez ayağa dursun. Ən ağır xəstələrə belə. Və əgər çox yaşlıdırsa, yeyə bilmirlərsə, blenderdən keçirdib yeməklərinizə qatıb verə bilərsiniz, amma çiğ halda bişirmək olmaz. İndi isə cücərməsini deyirəm. İstər yaşıl maş olsun, istər buğda olsun, istər yaşıl mərci olsun, hamısı eyni cürə cücərir. Necə? Deməli, mən hər adama bir xörək qaşığından götürürəm. Hər adama ailənin neçə üzvü varsa, o qaşıqdan hesablayıb tökürsünüz bankaya. 5 nəfərsinizsə 5 xörək qaşığı əlavə edəcəksiniz, quru-quru. Təmiz-təmiz yuyursunuz, filtr suyundan keçirdirsiniz, kran suyundan çalışın istifadə eləməyin. Alınma su ola bilər, filtr suyu ola bilər. Çünki kran suyu çox zərərlidir, mənim əzizlərim. Məsləhət bilmirəm. Yudunuz təmiz-təmiz. Baxın, yudunuz, tökürsünüz bankaya, üstünə çıxan qədər təmiz su tökürsünüz. Hamısı belədir ha. Sual verməyin, mərci də belədir, Məryəm xanım, buğda da belədir. Bəli, hamısı eynidir. Və 3%, baxın, bildiyiniz 3%lı periks. Çox periks olmaz. Mütləqdir periks. Sual verirsiniz ki, olmasa olmaz. Xeyr, olmaz. Çünki göbələyin zadın, mikrobun zadın qarşısını alır. Nə qədər tökürük? Baxın, göstərim, mən düzdür əlavə eləmişəm, amma bir də sizin üçün əlavə eləyərəm. İndi bu gecə cücərmədə qalacaq. Bax, bunlar. Baxın. Bir dəfə bastınız, buraxdınız, hazırdır. 3%lı periks, üçünə də. Nə cücərdirsinizsə, hamısı eyni qaydada. Deməli, bu axşam bunlar qalacaq, bax, belə suda. Bu axşam sizdə də. Bugün qalacaq suda. Səhər duracam, inşallah, Allah qismət eləyərsə, səhərə sağ-salamat çıxarıqsa, səhər durub bu suyu süzəcəm, qulaq asın, periksli suda bircə gün qalır. Bu suyu, periksli suyu süzəcəm. Susuz qalacaq, adi, gözəl, təmiz su əlavə edib, yaxalayıb, tamamilə suyunu süzəcəm. Suyunu süzdüm, qaldı mı özü quruda. O qurunu bankaya yayacam, qoyacam belə yan pörtü stolun üstünə. Gün ərzində sabah gedib, gəlib bunu yaxalayacam 2-3 dəfə. Üzü açılacaq o birisi günə. Yenə yaxalayacam, əksər hallarda 3-cü günə hazır olur. Yaxalayıb quru saxlayırıq ha, gecəni də bircə gecə suda saxlayırıq. Ay, o qədər suallar gəlir. Mən də çalışdıqca istəyirəm ki, izah eləyəm ki, hamınız eləyəsiniz, mənim əzizlərim, yiyəsiniz, xəstəliklərdən dərmansız sağalasınız. Bir bilsəniz ki, bunlarınızı necə gözəlləşdirir, inanın ki, cücərdərsiniz hamınız, evdən əksi yetməzsiniz. Deməli, bircə gün periksli suda qalır, o birisi günləri ancaq yaxalayıb quru saxlayırıq. Gecələr də içində olmaq şərti ilə. Çox vaxtı 3-cü günə keçəndə məndə cücərir. Buğda gec cücərir, 4-cü günə cücərir. Amma bu maşla yaşıl mərci 3-cü günə hazır olur. Bunları yenə də yaxalayıram 3-cü günü, suyunu süzürəm, qoyuram xaladelnikə, amma buğdanı yaxalayıb suyunu süzüb, yenə də quru halda bir gündə saxlayıram. 4-cü günə artıq hazır olur. Mənə elə gəlir ki, tam yenə də geniş izah elədim. Bütün suallarınıza cavab verdim. Mənim əzizlərim, çalışdıqca cücərdin, min bir dərdin dərmanıdır dediyim kimi. Saymaqla bitmir. Xərçə hüceyrələrini özü tapır, məhv edir. Mədə bağırsağın yarasını sağaldır və s. və ilaxıra. Mənim əzizlərim, mənə elə gəlir ki, tam geniş izah elədim. Və deyim ki, Məryəm xanımın başqa qızıl qaydalarını da bilmək istəyirsinizsə, dərinizin xanımlar gözəlləşməsini, dırnağınızın, saçınızın gözəlləşməsini istəyirsinizsə, kipriyinizin, qaşınızın dediyim kimi, yekə qarnından azad olmaq istəyirsinizsə, amma qəbizlikdən, ən əsası xroniki qəbizlikdən azad olmaq istəyirsinizsə, deyərsiniz ki, Məryəm xanım, bir çox dietologlar bizi onsuz da qəbizlikdən azad eləyir. Bəli, 80% dietologlar sizi azad eləyir, amma siyana çayı yazır sizə, aclıq otu, dəvə gözü, maqni sulfat duzu, qara kömür, nə bilim, köpürsünüzsə pankreatit yazır. Ay, bunlar dəhşətdir. Mənim qrupumda bunlar qadağandır. Tam sağlam həyat tərzi ilə hər gün tualetə gedəcəksiniz.
yəni üzr istəyirəm, böyük bayram, bu da ki, böyük xoşbəxtlikdir. Çünki xoşbəxtlik də, bədbəxtlik də bağırsağımızdan başlanır. Bağırsağımız ikinci beynimizdir. Əgər bağırsağımız təmizdirsə, bağırsaq daşları yoxdursa, demək ki, toksinlər orqanizmdə qalmır və nə kista əmələ gəlir, nə fibroma. Çünki kistalar ona görə əmələ gəlir ki, orqanizmdəki bütün toksinləri kistalar özlərinə çəkir və ona görə də mənim əzizlərim kistalar əmələ gəlir. Bütün bunlardan azad olacaqsınız. Bütün gözəllik sirlərimi sizlərə öyrədəcəm gözəl bacılarım və üzünüzün üçün peelinglər, hətta dırnaq göbələyindən azad olmağı belə öyrədəcəm sizə. Saçınız üçün peelinglər, bütün bunlar saydığım bütün bunlar bu gözəlliklər və özəlliklər cəmi bircə dəfə 20 manat ödəməklə baş verir. Düz eşitdiniz. İli 20 manata bir dənə qrup məndədir. Canınızı mütəxəssisə əmanət edib tam sağlam həyat tərzi sürmək istəyirsinizsə buyura bilərsiniz. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır. Amma nömrəni gərək düzgün yaddaşa salasınız. İstər Rusiyadan, istər kəndlərdən, şəhərlərdən, xarici ölkələrdən necə tələffüz edirəm? Necə eşidirsinizsə artıq heç bir şey əlavə etmədən beləcə yaddaşa salın. Təbii ki, məsləhət bilirsinizsə. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.